Hamınıza salam, videoma xoş gəlmisiniz. Bu video uşaqlar evinə getməyimiz haqqında olacaq. İstəyirəm hər şeyi ən başından danışım. Deməli, hər şey 31 dekabr uşaqlar evinə getməyini, qrupluqca getməyimizi yuxuda görməyimlə başladı. Nəysə, mən yuxudan duranda bir qəribə olmuşdum, amma çox takmadım. Yəni, yuxudu dedim. Sonra bunu 1 yanvar Nuray ilə danışanda söhbət arası yazdım ki, bəs yuxumda görmüşəm ki, qrupluqca gedirik uşaqlar evinə falan. Bunu yazdım. Dedi ki, əslində mən getmək istəyirəm. Yaxşı fikirdir. Mən dedim ki, mən də getmək istəyirəm. Dedi, yaz qrupa. Mən də yazdım qrupa. Sağ olsunlar, uşaqlarımız çox yaxşı qarşıladılar. Dedilər ki, çox yaxşı fikirdir falan. Sonra dedik ki, biraz araşdırdıq uşaq evləri haqqında. Gördük ki, çoxsu da uşaq sayı çoxdur. 70, yəni dövlət səviyyələrdə 70-dir, 100-dür. Özəllərdə biraz nisbətən daha azdır. Qərara gəldik ki, biraz sayımızı artıraq ki, büdcəmiz daha tutarlı olsun ki, yaxşı şeylər ala bilək, daha çox tələbat olan şeylərdən ala bilək. Ona görə dedik ki, yazdım ki, bəlkə uşaqlara ki, bəlkə hətta Coşquna yazdım ki, bəlkə patok qrupuna yazaq. Dedi ki, yazaq. 10 dəqiqə falan mesaj düşmüşük ki, necə yazaq, nətər yazaq. Bu boyda mesaj tapdıq. Dedi ki, bunu ataq qrupa, patok qrupuna. Sözümüzü mən heç ümidli deyildim. Elə bilirdim ki, çox razı olmayacaq. Sağ olsunlar, onlar da okey elədilər, dəstək oldular. Büdcəmiz maksimum olsun deyə, yəni daha yaxşı olsun deyə statusda, storydə falan paylaşaq. Storydə də paylaşdıq, statusda da paylaşdıq. Sağ olsunlar, görənlər, görməyənlər, atanlar, atmayanlar, hamısına təşəkkür edirəm. Yəni, müəyyən qədər pulumuz yığıldı. Sonra danışdıq uşaq evindən, bir saylı körpələr evindən ki, bəs uşaqların neçəsi qızdır, neçəsi oğlandı, ona görə alaq hədiyyələrimizi, alacaqlarımızı və s. Onlar da dedi ki, oradakılar dedi ki, 46-sı qızdır, 24-ü oğlan. Biz də hədiyyələrimizi buna görə aldıq. Videoda görəsiz almışıq falan. Əslində biz daha çox onların gündəlik yemədiyi şeylərdən falan almaq istədik, abur-cubur falan. Dedilər ki, təzəlikcə yeyiblər deyə biraz bəzilərində allergiyası falan var. Ona görə 10-15 gün sonra verə bilərik, almayın falan. Bu qalarsız sadəcə. Sonradan biz biraz pulumuz qalmışdı deyə dedik ki, gəl pulumuz əlimizdə qalmasın, elə abur-cuburlar falan alaq. Vaxtlardan falan baxdıq ki, soyuducuda saxlayıb sonra verərlər. Sonra hərəsində pejama, hərəsində deməyim, 40 dənə falan almışdıq, səhv eləmirəmsə. Sayılar dəqiq yadımda deyil. Biz onlardan say soruşduq ki, nə qədər alaq? Pejama alaqmı, paltar alaqmı? Dedilər ki, kalqut alın, corab alın, pejama alın. Daha çox bunlara ehtiyacı olurdu. Belə şeylər aldıq, qalan da videoda. Ümid edirəm ki, yaxşı bir şey vəsil olmuşuq. Yəni, onlar sevinəndə həqiqətən, düzdür, bəziləri qorxurdu, bizi tanımırdılar deyə, çox körpə idilər ona görə. Amma həqiqətən bəziləri çox sevinirdi. Adam onları görəndə deyir ki, yaxşı ki elədik, yaxşı ki, yəni uşaqlar da dəstək oldular, yaxşı ki yuxumda görmüşəm dedim. Belə iyi izləmələr yazarsınız. Bundan qidalanırdılar. İndi hazırlayacaq. Nə demək istəyirsiniz uşaqlar? Allah qəbul edəsin. Amin. Buyurun. Tez olun, bir şey deyin, kəsəcəm buraları. Yox da, yəni öz dediyimiz sən kəsəcəm, tez ol. Nəysə, sizə səs qoyacağım. Sən ki... Hə, o, bunlar arasında demək neydi? Buram qaldırıq, kutular qoyuruq. Xahiş edirəm bir durun. Hə, durun. Bax, xahiş edir. Rəngin açıyor. Birinci kutuları asıb belə qoyuruq. Sonra sırayla, sən məsələn, banan götürsən, düzəlcək edirsən. Sən alman götürsən, Bir saniyə. yaxşı olsun alma. Məsələn dedim. Ona görə 85 dənə xarab olsun. O, atız adam mən sənə. Neçə aldınız ki olsun? 70'e. Məncə biraz Elimde var bir mal. Biraz. Bir mal var. Sen de sıfırları alırım. Ya. Kızlar da. deməli uşaqlar, buraya qızlar üçün olanları yığacağıq və buraya isə da yeyənlər var.
faizi boşluk. Boşluk biraz 8, gördük ki qutular içi boş qalır. Biz də dedik ki, əslində qoymurlar çoxdur, popkekdir falan. Amma biz aldıq. Bu gördükləriniz oğlanlar üçün olanlardır. Bunlar qızlar üçün. Biz bir qab almışdıq, qab yox idi. Bunlar da və bunlar da. Bizim uşaqlar çox sağ olun deyirəm burada sizə əziyyətiniz üçün. Mənə çox sağ ol. Yəni otağım da, mən də Xocalı faciəsindən çıxmış kimi. Yəni bu qədər dəqiqə. Yəni düşünün, bu açıq qalan şeyə belə bağlamamışam da. Yanmaqdan ölürəm. Çox çətin bir gün idi. Ne salmışam sizə? 90. Sevinirəm, təbii ki sevinəcəm. Belə. Gedirəm, sabah görüşərik. Yəni sizin bir saniyə sonra. Ayşe, boş durma, bağlı. Mən də bağlayayım sizdən. Sizlər bunlar sən şişirdə bilərsiniz. Hə. salam. Salam dedi Ray. Salam dedi, uşaqlar vloga qoysun. Qaçınmıyorum orada da. Salam dedi uşaqlar. Salam. Salam. Yeri. Zübər salam. Hem kameramanlık eləmək, hem daşımaq çətiniymiş. Ehtiyatlı. Bunlar yazdı olsun. Kes. Başka var. Salam. Çok şirinli. Adın nədir sənin? Uğur. Hə? Adın nədir sənin? Uğur. Hə, mən Zivər. Sən kimsən? Adın nədir? Murad, Arif, Uğur, Hüseyin, Uğur, Uğurdur. Çox uğurlu olsun.
san san, guli 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 ram san san, ram san san, ram san san, guli 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 ram san san, arabi arabi, guli 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 ram san san, arabi arabi, guli 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 ram san san. Y si vamos más rápido, ram san san, ram san san, guli 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 ram san san, ram san san, ram san san, guli 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 ram san san, arabi arabi, guli 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 ram san san, arabi. Чух, 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 паровозик. Чух, чух, чух. Biz gidelim yavaş yavaş. Gözler ver ver ver. Size getirdim. Bak bak bak. Hala. Senin değil bu. Kedim kürünler var ya. Tamam oğlum. Uşaqlar, hər birinizə çox sağ olun deyirəm, təşəkkür edirəm. Həm maddi, həm mənəvi dəstək olduğunuz üçün. Çox sağ olun, davamlı olsun inşallah. Alqışlayın da məni. Daha çox.